Aha, Neçənci day müəllimi? 18-də idik də. Zar bir şəxsimiz. Saat 18. There wasn't in the house. It was empty. Aha, bax Zaur. Açarımız nədir? 1. İsim yoxdur. 2. Cümlədə inkarlıq var. Bu açardan yola çıxaraq silə-silə gedək. Anybody'nin qaydası nə idi Zaur? Törəmələrin qaydası nə idi? Ee, Mantıqlayamıyorum ben. Müəllim, Törəmələr mən deyim. törəmələrdən sonra Söyləmələrdən sonra isim gəlməz. gəlməz, amma some, any, no-dan sonra mütləq isim gələr. İsim olmalıdır. Və inkar cümləsində anybody hansı cümlədə işlənir Zaur? Sual və inkar cümlələrində. Sual və inkar cümləsində. Bu cümlədə inkar olduğuna görə A variantını götürə bilərik. Xeyr. Hayır. Bəli. Bəli, çünki cümləmiz inkardır. Any və any-nin Ancaq nobody-ni götürə bilmərik, çünki bir cümlədə iki inkarlıq olmaz. Bəli, bir cümlədə iki inkar. No wasn't var. Wasn't-la artıq no-da da inkarlıq var deyin. Biz no-nu götürə bilmərik uşaqlar. No-one-ı da götürə bilmərik. Çünki bu inkarlıqdır. Bir cümlədə iki inkarlıq olmaz. Anybody sual və inkar cümləsində işləndiyinə görə A variantı başa düşürsən Kenan? Somebody təsdiq cümləsində işlənir, inkar cümləsində işlənməz ona görə. Someone da yenə some və onun törəmələri də təsdiq cümləsində işlənməz, inkar cümləsində işlənməz. Aha, sonra kim gəlir? Züleyxa. Movie. Mənim 19-da isim gəlibdi. Ona Move görə nə deməkdir? Ha, hərəkət etmək sözünü oxşada bilərsiniz. Move sözünü. Amma bu movie kino deməkdir. Film. bəli, movie film deməkdir və tərkidədir. Ona görə cəm isim istəyənləri silirik. Ona görə zis olmur. Postollarda Zemdən sonra isim olmaz elə müəllim. Bəli, them-dən sonra isim olmaz. Evdən də gəlməz. Zeydən sonra da isim gəlməz. Yəni şəxs əvəzliklərindən sonra da isim gəlməz. I, you, he, she, it. Ona görə də C variantıdır. C variantı, bəli. Mustafa. They must plant the trees. Burada müəllim ağaclar çoxdur deyə olur themselves. Ay bala, they var. Aha, ağaçlara görə seçmirik. Mübtədamız they-dirsə, mübtədamız Onu they themselves olur. demsəniz olur. Bəli. İzah səhv olsa da cavabdır. Əsas cavabdır. Hə, amma şeydə tutub elə yazsam, məsələn, orada olsaydı we must plant the trees, onda sən tutub we must plant-ı götürüb themselves yazsaydın, cavab səhv çıxacaqdı. Nə olacaqdı? Başına daş düşəcəkdi. Rekordlu Ana, müəllim. belə bir səhvdə var idi Mustafa'da. Deyir ki, gəmi və qayıqlar suyun üzərində üzən. Mən Burada gəmi dənizdə və olmadı. qayığa. Mustafa da yazıb ki, ehtiyacı olan. Mən bizim gəmi ilə qayığa ehtiyacı olan adamdır da gəmi. Dənizin üstündə qayıqla gəzmək üçün. İndən belə Züleyxanın yanında hərlənsən. Züleyxa mənim dərsimə gələndə sən də gəlirsən. Bəli, müəllim. Fizik tərbiyədə oturmayacağam, oynamayacağam. Gələcəm sizin dərsinizdə dərs işləyəcəm çoxlu. Sən gəlsən. Yaxşı. Whose money is this? Whose money is this? Aha, kimin növbəsi idi? Ayanın? Yoxsa Kənanın? Kənanın. Yəni Hı. neçənci sual 20. Hı. Həm düz variant seçin deyir. Söhbət burada manidən gedir. Mami. Mani nə deməkdir? Mani. Manem onda D variant. Desəm olar. It's-dən sonra Yəni B isim gəlməlidir. İsim. It's. B onda B. It's-dən sonra isim gəlir. B. This niyə deyil? Nə? This niyə deyil A variantı? Anam bu cəmdələr. Ay sağ ol, mani təkdədir. Hi niyə deyil?
İyi ama money ile yine ne alakası? Ay sağ ol. Them niyə deyil? Ama zem de canlıdan. Aha, Bizden tək xəbər istəyir. hə, Mustafa düzəltdi. Them tək xəbər istəmir. Ona görə yox. Onun dəxli yoxdur Zemin tək xəbərə, cəm xəbərə. Aha. 22. Mən diskus nədir? Discuss. Discuss müzakirə etmək. Mən burada bir dəqiqə. Mən we olmaz. Qızım bax, want istədi. Buna sual verək. Nə etdi yox. Başqa bir sual verin. Want. Özündən sonra Kim istədi? nəyi istədi və yaxud da kimdən istədi? Elə Hı. özündən sonra hansı hal söz istəyir, hansı halda olan söz istəyir want. Ama wanted var yani. Üçüncü şəxs. Yox, hansı hal istəyir? Azərbaycan dilində hansı Hə, hal hal. istəyir? Hansı hal istəyir Azərbaycan dilində? Adlıq, yerlik, yönlük, təsirlik, yerlik, çıxışlı. Çıxışlıq. Kimdən istədi? Nəyi istədi? Elə nəyi, Çıxışlıq bir də təsirlik. bəli. Nəyi istədi? Kimdən istədi? Çıxışlıq və təsirlik halda olanlar ingilis dilində obyekt hallı əvəzlik istəyir. Və obyekt hallı əvəzlik olan burada hansıdır? Zem. Them. We hansı əvəzlikdir? Şəxs. Şəxs. Where? Zirdə. Mənim zirdə. Where nə əvəzlikdir Ayan? Heç bilmirəm. Where hansı əvəzlikdir? Hə? Mənim onlar deməkdir. Where onların hansı əvəzlikdir? Onlar Onlar. Hansı əvəzlikdir uşaqlar? Ne? Where. pronoun deyil mənim. Pronoundur. Hansı pronoundur? Məxsusluq nəsə elə bir şey. Yerlik əvəzliyi. Yerlik əvəzliyi. Possessive pronouns. Buna possessive adjective də deyirlər. Sifət funksiyası isimlə gəldiyinə görə, ismi təyin etdiyinə görə buna sifət də deyirlər. Possessive Onda adjective. mənim Y də yerlik əvəzliyidələr. Bəli, Y variantıdır. bəli, yorda. Və isə O da şeydir, şəxs əvəzliyi. bəli, A variantıdır. bəli, obyekt hal istəyir. Zaur. Bəli, müəllimə. Whose house is this? Mr. Simpson's or your aunt's? He's He. here. His or his olanı seçdik. His bu bizlər getdi. Bu bizinə bir kocaman bir X çəkirik. His, Mr. Simpsons qaldı ki nə? Or Her. your aunt's. Her olur, yoxdur, yours olur. Yəni, yours olur da onda. Mən həmişə demişəm, siz yora yox, yor gəldik əvəzliklərindən sonra gələn sözə baxırıq. Aunt nə deməkdir, Zal? Aunt. Aunt. Kim deyər? Hayda. Aunt nədir? Ne? Aunt. Xala bibi. Xalla, bibi. Ha, Xalla, bibi. onu dedim en. Hmm. Xala, bibi qadın cinsindədir deyin, hers olur. Yora baxmırıq. Ay bu. Yora baxmırıq biz. Yordan sonra gələn yor təyin edicidir sadəcə. Funksiyası A elə bir variantı mənim Dominant first olduğuna şəkil. görə oldu. Bir də him olmaz da ona Bəli. görə. yerlik əvəzlikləri dominant rol oynamır. Yəni yol göstərici bizə yerlik əvəzliyi deyil. Biz cümləmizdə dominant olaraq yerlik əvəzliyindən sonrakı
İsmə baxırıq. Yali əvəzliklər bir yaltışqa bir şeydir də isimlə gəlir eləcək. Yaltaq da elə onun yanındaca gəlir elə. O Hərrənir o. your, they falanlar müəllim. Yəlik əvəzləklərinin birinci forması. My, your, his. Birinci forması your'dan getmir. Ha, ikinci formasından getmir. Birinci forması isimdən İkinci gələn. forması Yəlik olduqda nətər olur müəllim? Əldə deyirlər buna possessive adjective. Possessive adjectivelər eləcə təyin eləyir. Onların bir nominant bir funksiyası yoxdur. Biz, yəni cümlə üzvümüzü, cümləmizin təkliyini, cəmliyini biz buna əsasən qərar vermirik. Bu elə bir şey yox. Buna it yerinə qoymuruq belə deyə. Adam yerinə qoymuruq biz. Biz yeri əvəzliyindən sonra gələn ismə görə qərar veririk ki, bu cümləmizi xəbərini təkdən eləyək, cəmdən eləyək və yaxud da əvəzliyimizi her mi qoyaq, his mi qoyaq. Yenə deyirəm, həmişə buna baxmayırsınız. Bu yola baxmayın. Bu yol bir funksiyası yoxdur. Bir işə yarayan bir şey deyil. Yaramazın biri davara bir şeydir. Öz üçün yalanla bunun yanında gəlir. Yours nədir bəs müəllim? Yours yours nə qarır bəs? Yours olduqda nə qarır? Yols olsuqda elə burada yols olmalıydı. Всё, salam. Yols çünki özündən sonra isim istəmir axı. Amma burada bir kocaman bir isim gəlir. Biz niyə yols verməliyik ki? Yols özündən Olmaz ona görə də. istəmir. Bəli. Aydın oldu? Bəli müəllim. Aha, Züleyxa. Ask. Sor, xahiş etmək. Özündən sonra nə istəyir? Onun misaqlarıdır da. Müəllim bunu deyir ki, əvəzliyə çevirin. Bob burada he olmalıdır. Yox, qızım, soruşmaq. Kimdən soruşmaq və yaxud da nəyi soruşmaq? Görürsüz, yenə nə Deyir ki, Alice tez-tez Bob və onun uşaqlarına kömək istəyir, kömək soruşur. Bəli, Alice asks Bob, Bobdan xahiş eləyir ki, onun uşaqlarına kömək eləsin də. Bobdan xahiş eləyir. Bəli. Aha, ask. Baxın, buradakı fiillərimiz var. Baxın, what transitive word, intransitive. Yəni, özündən sonra təsirlik və çıxışlıq hal tələb edən feillər, özündən sonra təsirlik və çıxışlıq hal tələb etməyən feillər. Ask'dır, help'dır, want'dır. Görürsüz, bunlar özündən sonra təsirlik və çıxışlıq hal tələb edir. Feillərinizə həmişə diqqət edin. Və baxın, bundan qabaqki feilə diqqət edin. Soruşdu. Nəyi soruşdu? Kimdən soruşdu? Deməli, nə istəyir? Təsirlik və çıxışlıq hal istəyir. Deməli, biz təsirlik və çıxışlıq hal istəyirsə, obyekt əvəzlik seçməliyik. Obyekt əvəzliyi seçməliyiksə, his obyekt əvəzliyi deyil, başına daş saldıq. He şəxs əvəzliyidir, başına daş saldıq, üçsü qaldı. Help, kömək etmək, yenə. Kimə kömək etmək? Görürsüz, yönlük hal var. Yönlük, təsirlik və çıxışlıq hal olanlar kömək etmək. Kimə kömək etmək? Kimə a, ə, i, u, ü, dan, dən olanları biz obyekt halına veririk. Obyekt əvəzliyi ilə veririk. Ona görə variantımız hansı olur? Yenə deyirəm, həmişə əvəzliklərdə altına xətt çəkilən əvəzliklərdən öndəki feillərimizə fikir verin, görün. Bu feillər hansı hal istəyir bizdən? B variantı. Müəllim, birinci tərəfdən başa düşmədim. Niyə biz A ilə B-ni sildik? Yenə deyirəm, ask. Kömək etmək, soruşmaq, xahiş etmək. Nə istəyir özündən sonra? Xahiş etmək. Kimdən xahiş etmək? Kimdən soruşmaq? Nəyi soruşmaq? Kimi soruşmaq? Nə istədi bizdən? Dan, dən, bir də i, u, ü şəkilçisi. Təsirlik hal və çıxışlıq hal. Azərbaycan dilindəki təsirlik və çıxışlıq hal istəyən feilimiz varsa, altından xətt çəkilmiş sözlərdən öncəki feillərə baxırıq. Bu feillər bizdən təsirlik, yönlük və çıxışlıq hal, son üçüncü hal, təsirlik, yönlük və çıxışlıq hal istəyirsə, uşaqlar, yerliyi demirəm. Təsirlik, yönlük və çıxışlıq hal tələb edən feillərdirsə,
biz bunları mütləq obyekt halına veririk, obyekt əvəzliklə veririk. Özümüzdən sonraki fiillərə baxırıq. Soruşdu. Nə soruşdu? Nəyi soruşdu? Kimdən soruşdu? Dan dəndi, deməli burada obyekt əvəzlikdir. Və help, kömək etmək. Kimə kömək etmək? Gördünüz, yönlük hal istədi. Yönlük, təsirlik və çıxışlıq hal varsa, biz bunu obyekt əvəzlikdən istifadə edirik burada. Aydın oldu, nə demək istəyirəm? Müştərək alır. Yəqin bilmirəm. 19 dəqiqədir hələ. Aydın oldu uşaqlar. Biraz müəllim. Altından xətt çəkilmiş sözlərimizə diqqət edirik. Altından xətt çəkilmiş. Bax, burada da want, Baba istəmək. iyi olur. Bax, qızım, want, 4 çıldırımda müəllim zehrs olur. bax, bircə dəqiqə, want, istəmək. Nəyi istəmək? İstədi. Nəyi istədi? Və yaxud da kimdən istədi? Mən qoysam ki, istədi mən. Müəllim istədi mən. Düzgün gəlir, xeyir gəlmir. Müəllim istədi onların müzakirə etmək. Uyğun gəlir, xeyir. Uyğun gəlmir, onların. Müəllim istədi onlar müzakirə etmək. Uyğun gəlir, xeyir. Müəllim istədi sənin müzakirə etmək. Xeyir, uyğun gəlmir. Aha. Bundan əlavə, baxın, V-dən sonra V üstə gələk xəbər gəlməlidir. Gəlməyib ki, xəbər. Xəbər gəlməyib. Tuğlu feil gəlib. Olmaz. Zeyr özündən sonra nə istəyir? İsim istəyir. Yoxdur. Zeyr özündən sonra nə istəyir? Xəbər istəyir. Xəbər var? Xeyr, yoxdur. Xəbərimiz yoxdur. Xəbərimiz wanted qabaqda gəlir. Sonra gəlməlidir. Yol özündən sonra nə istəyir? İsim istəyir. Deməli, A variantı. Bu belə. Və burada Bob asks his özündən sonra nə istəyir? İsim istəyir. Varmı isim? Yox, yoxdur. İsimimiz yoxdur. Sildik. He özündən sonra xəbər istəyir, yoxdur. Ona görə birinci tərəfdə him olmalıdır. İkinci tərəfdə də yenə Zey özündən sonra xəbər istəyir, yoxdur. 14-də C Zeyr variantıdır, sözündən müəllim. sonra- Zeyr sözündən sonra isim istəyir, o da yoxdur. Ona görə dedi. Zeyr sözündən sonra isim istəmir. Sadəcə help, kömək etmək. Yox, Zeyrdən sonra isim olmur. Zeyr, baxın, kömək etmək. Biz qoyaq onlarınkinə. Zeyr nədir? Onlarınki. Kömək etmək onlarınki. Uyğun gəlmir axı. Zeyr. Kömək etmək onlara yön. Zeyd özündən sonra xəbər istəyir, o da yoxdur. Ona görə Y olmur, D olur. Aydın Həm də oldu. müəllim kömək etmək Necəz Mustafa? Həm də deyirəm müəllim. qorxusundan Kömək kirim onlar. Kömək etmək onlara olmur axı. Ona görə də kömək etmək onlara. Mustafa şikayətin qorxusundan kirimir. Deyilsən, yadda saxlamaq lazımdır Mustafa. Yadda saxlamaq lazımdır. Boğazını Yox müəllim, diqqətlə qulaq asıram, yadımdadır hamısı. İnşallah. İndi çıxış elə. 25. Jane asked the waitress for the bill. Burada müəllim Jane və yəni xidmətçi qadından nə istəyir? Bilmədim müəllim. Şotu. Şotu gəlsin. Şotu istəyir. Ona görə müəllim him istəyirik, him kişi cinsin. Yox. Ya, Kişi cinsindən. Aha. Bəli. Burada müəllim Zem də gedir. Çünki Cəmdə deyil waitress. Y ilə C'ni sildik. Burada müəllim olur. Waitress qadın cinsində D her olur. Zebildə it's olur. D variantı. Yəni şotu istədi. Yəni təsirli çaldı, təsirli çaldanı istəyir də D variantına görə də. Təsirli halda daxı it özündən sonra isim istəyir. Hayvanda it istəyirlər. Itdən sonra isə nə gəlməlidir? The article gələ bilməz. It apostrof Bəli. uşaqlar. The article gələ bilməz. Bu var, bax. Ona görə də A variantı deyə müəllim. It isə özündən sonra isim istəyir. Getdik. 26 Kənan. Waiter nədir Kənan? Waiter nə? Waiter nədir? Waiter.
Waitress gözləmə. Ofisiant. Afisyan. Hə. Amma o isim idi da. Mhm. Kişili qadın. Waiter. Ama yo kişidir. Dave tabına bakmadım. Mhm. Kişi. Bir nəfərdir, çox adamdır. Bir nəfər. Bir nəfərdir. Onda çoxları sil getsin. Hansı variantı? Zem. Him getmir də. Him. Yox, him Həm getmir. də yenə zem. Hə. Və kişidir. Kişidir. Onda da Hı hı. her gedir. Bəli, gedir. Gedir. To bring the juice. To bring juice. Juice. O D variantıdır. Yox, it's. Hə, görmədim. Gətirmək. It. It. Gətirmək. Nəyi? İçsinə iti qarşıdıram. Mhm. It obyekt əvəzlikdir. Nəyi gətirmək? Meyvə şirəsini gətirmək. Aha. Hə, birinki təzə keçdi, dəməm. Gətir. Sonra Keçmədi, amma basır. Ayan. Ayan. Mənim 27. Aha. Trousers, Ayan, trousers təkdədir cəmdə. Cəmdə. Həmişə cəmdə olan. Həmişə cəmdə olan. Onda nəyi silək Ayan? A variantını. Bəli. Bəs deyir nəyə alacam? Deyir, əgər sən bu şalvarı almasan, mən onu alacam. Həmin o şalvarı. Söhbət burada şalvardan gedir deyin. Ayan, şalvarı alacam. O şalvarı da bu şalvarı alacam. Buradan Hə. yox, şalvar cəmdə axı. Hə, yo, onu demirəm. Bu da yəni. Buradan onda nəyi silək? Bu şalvarı alacam deyilsə. Eni silər. Doğru. Eyni silirik, çünki özündən sonra isim istəyir. F özündən sonra isim istəyir. Başqa nəyi silirik? Amma mayan desin də mən. Ayan. Mənim B variantıdır. Yaxşı, B variantıdır. C niyə deyil, Ayan? Mənim üçün ki it olmaz. Niyə olmaz? Niyə olmaz, ay uşaqlar? Niyə? Cəmdədir, bəli. Cəmdədir. V niyə olmadı, Ayan? V niyə olmadı? Mənim üçün ki bir dəqiqə. Kim deyən? Onunla. V özündən sonra isim istəyir. Tərcümə də ödəmir. V həm də özündən sonra isim istəyir də, Ayan. Ayan, variantlarını deyirsən, amma niyə o variantdır? Niyə deyil, izah eləyə bilmirsən? Yaxşı. Zaur. Scissors nədir, Zaur? Nə dedik Məmə? Scissors nədir, scissors? Scissors. Qayçı. Necə isimdir, Zaur? Qayçı. Adisi. Deyək ki, nədir? Amma həmişə cəmdə olur. Həmişə cəmdə olur. 2 hissədən ibarətdir. Qayçı. 2 hissəsi var. 2 dənə kəsin yeri. Bəli, 2 hissədən ibarətdir. Həmişə cəmdə olur. Cəmdə. Cəmdədirsə nə isilək, Zaur? Təhdə olanlar. Özdə. Hə, ona görə hansı variantı silək, ay Zaur? De gəlsin, Zaur. Silə qaymam qoy bir dənə Allah babana fikirləşim. rəhmət eləsin. İntihası həyata qayıt, Zaur. Sən bu il imtahan verməlisən. C müəllimə. Yetiyeni silirik ki, cəmdəlikdə axı, ay Zaur. Scissors. Tək olanı sil də, balam. Zaur yatır. Zət C. Zəti silirik, çünki zət özündən sonra tək isim istəyir, amma scissors cəmdədir. Yaxşı. Və you may take. Həmin o qayçını götürə bilərik deyin. Biz nəyi silək buradan?
Z müdahi müəllimə. V-mi götürməliyik? İt İkin variantı. təklikdir, olmaz. Çünki söhbət qayçıdan gedir. V özündən sonra isim istəyir. V özündən sonra isim istəyir. İt təklikdir. Ona D görə D variantı. Değil mi? Hadi. Ha, Züleyxa. Amzim neydi? V. Ha. Onları. Aha. Bir dənə Züleyxa 9-cu sinifdən qısa mətnlərdən olan səhifəni tap, biraz da qısa mətnlərdən olanlardan işləyək. Ama İndi müəllim. Hı. Bəli. Burada müəllim collection isimdir elə. Necə? 29 oxumuram. Aha. Collection isimdir də müəllim. Qızım, mən Kolleksiya. sizə demişdim həmişə. Famous for varsa, nəyə baxırıq biz? Famous for varsa müəllim orada it's götürürdük də ye. Bəli. Çünki mübtədamıza baxırıq. Və it's. James Park, amma burada məsələn deyək ki parkdan söhbət gedirdi, ona görə it's-dir. Amma burada hansısa bir kişi cinsi olsaydı, məsələn his götürərdik. Qadın cinsi olsa her götürərdik elə bir şey. Məsələn, cəm olsaydı, parks olsaydı, there götürərdik. Sonra don't leave yenə ay Mustafa Caesars'dır. Caesars. Ona görə müəllim cəmdə olmalıdır. Ona Planşetdə görə B-Y D gedir, B-D E gedir. 9-cu testdə adobrederat. A Don't leave variantı delə müəllim. this Caesars on the table. Bax, burada xəbər gəlib. Xəbər gəlib deyin. Xəbər cəmdədir deyə Z-dir. Z olmalıdır da. It var deyə bilməliyik axı. B-D E müəllim təhdə olduğuna gedir, qayçı cəmdədir. Aynen Z'dən niyə A-nı götürdüm? Çünki Z ilə arışlənir, itlə arışlənməz. 7 dəqiqəmiz qalıb. Biraz da mətnlərə baxaq uşaqlar. Buradan qoyun. Stop share edeyim. Kənan, sən bura keç, mən bura keçim. Müəllim səhifə 273-dədir qısa mətnlər. Ekran paylaşımını bağladı Zeyya müəllim. Bilirəm, özüm payaqladım. İstəyirdim bu şeydir. Bu birisindən host edeyim. Buradakı şey azdır. Hə. Make host. Mən qısa mətnlərin hamısını düz yazmışdım. Amma reading-dən də əmin idim ki, düzdürsə də ikisi necə səhv çıxdı heç bilmədim mən onu. Yox. Sən məktəbdə baxarsan. Zarkas stol belə. Hmm. 8 dəqiqə qalıb. Bilmiyorum. Dur, bunu belə olur. Bunu başlayalım. Neçə dedin Züleyxa? Neçənci səhifə? Züleyxa, neçənci səhifə? Səsi bağlama, aç. Balon olur. Züleyxa, neçənci səhifə? Züleyxa. 278, 173 dedi. 173. Nə tane? Hə, host elədi zəm. Aha. Keçən dəfə ayın 4-ə kimi oxuduq deyəsən. 5 oxuyaq. 4-ü kimi oxuduq. Bəli, 5-ə kimi oxuyuq. İndi 5 oxuyuruq. Okey. Baxırıq uşaqlar. İndi sizə də izah edeyim. Birinci, həmişə qısa mətnlərdə hər zaman sual cavablarınıza baxırıq uşaqlar. Baxırıq. Bəzən parafraz olunur. Parafraz nədir uşaqlar? Məsələn, deyir ki, Kənan
24 noyabr, bugün ayın 22'sidir tutalım. Deyək ki, bugün ayın 22'sidir. Kenan 24 noyabr 24 noyabrda məktəbə gəlməyəcək. Variantda da verilir ki, Kənan 2 gün sonra məktəbə gəlməyəcək. Parafraz budur, başa düşdünüz? Yuxarı mətndə verilib ki, bugün ayın 22'sidir ki, 24 noyabrda Kənan məktəbə gəlir. Amma variantda parafrazı elə yazır ki, 2 gün sonra Kənan məktəbə gəlməyəcək. Və yaxud da deyir ki, dərsimiz 15:00-dan 18:00-a kimi davam edəcək. Variantda verilir ki, dərsimiz 3 saat davam edəcək. Parafraz budur. Bunlara diqqət edirik. Ona görə hər zaman birinci variantlara baxırıq, daha sonra isə mətnlərə baxırıq. Lily's shop works 2 hours a day. Və açar sözlər həmişə variantlar. O dəfə də dedim, uşaqların bəzi yox idi. Açar sözlər. Baxırıq, açar sözlərimiz nədir? Və variantlarımızda həmişə əks mənalı ola bilər, səhv bir söz verilə bilər. Tüleyxan. Hə, səhv variantlar verilə bilər uşaqlar. 2 hours. Buna baxın görək. 2 hours a day, deyilmi? Yoxsa 2 hours a week, deyilmi? Və yaxud da ki, burada 3 hours-dırmı? Bəlkə 3 hours-dır. Baxarıq görək. A day-dir, yoxsa həftədədir və bir gündədirmi, yoxsa həftədədirmi? Buna baxırıq. Və yaxud da works yox, don't work ola bilər. İşləmir. Həftədə 2 saat işləmir. Buna baxırıq. Və açar sözlərimiz works-ü don't work ola Recording bilər. başladırsınız. Hə, don't work ola bilər. 2 hours yox, 3 hours ola bilər. Məsələn, 9-dan, məsələn, orada baxaq görək 9-dan 11-ə kimidirmi, yoxsa 9-dan 12-ə kimidirsə, variantımız düz deyil. Ona baxırıq. Sonra, you can get 2 free pizzas if you buy 4. Deyir ki, 4-ünü alsan, ikisi hə pulsuzdur. Baxırıq, 2 free pizzasdırmı, yoxsa 1 free pizzadırmı? 2 pulsuz pizzadırmı? Bəlkə burada 1 free pizzadır. Bir də burada 4 yox, məsələn 3 ola bilər. Və yaxud da ki, tərsinə ola bilər. Birini alsan, 4-ü hədir. Daha doğrusu, burada hədə birini alsan 4-ü hədiyyə. Rəqəmlərin yeri dəyişə bilər. Burada 4, burada 2 ola bilər. Bunlara diqqət edək. Sonra you can get a free pizza all afternoon. All afternoon-dumu yoxsa all the evening-dimi? All the morning. Bütün gün boyunca mı? Yoxsa all the evening-dimi? All the morning-dimi? Bunlara baxırıq. Sözümüzün həmişə biri dəyişir uşaqlar. Sonra, 2 pizzas will cost the same as 1. 2 pizza birinci qiyməti eləyəcəkdir. Birincini məsələn alırsınız 5 manata. Artıq 2 dənə də pizza alsaz, məsələn, o hesabda siz 10 manat ödəməlisiniz 2 ilə 3-ə. Amma burada ikisini alsaz, ikisinə bir yerdə 5 manat ödəyəcəksiniz 10 manat. 15 manat yox, 10 manat verəcəksiniz. Başa düşdünüz bu nə deməkdir? Görək 2 pizzasdırmı, yoxsa 1 pizzadırmı? Və yaxud da ki 4 pizzasdırmı? Bunlara diqqət edək. If you buy 3 pizzas, 3 dənə pizza alsaz, you will get 2 free. Görürsünüz, Y ilə B variantında məna uyğundur. 3 pizza alsaz, ikisi pulsuzdur. Burada da deyir ki, 4 pizza alsaz, ikisi pulsuzdur. Bunlara diqqət edirik. İndi, Lily's Pizzas. Lily'nin pizzası. Open from 9 a.m. till 8 p.m. Neçədən neçəyə açıq oldu ay uşaqlar? Neçədən neçəyə açıq? Səhər 9-dan axşam 8-ə. Buradan hansı variantı silək biz onda? Ani. Yəni, səhər 9-dan axşam 8-ə görə neçə saat edir? 10, 11, 12, 13, 14, 15, 3 oradan 8 oradan 11. 15 saat. 2 dəqiqə qaldı. Yox, getdik. Aha. Sonra special offer from 10 a.m. to 11 p.m. Xüsusi təklif səhər saat 10-dan 11-ə kimi. Deməli, səhərdir bu. All the afternoon var burada. Mən düzdür. Yox, niyə? Səhər saat 10-dan biz 11-ə kimi. Səhərdir, günorta deyil axır, ayaq. Bəli, səhər good morning-dir də. Bəli, burada afternoon deyil. Amma səhər saat 10-dan 11-ə kimidir bu təklif. Free pizza təklifi.
Ona görə bu dəqiqdir. Buy two and get one free. Nə deyir uşaqlar? Hı? Tez-tez Mən deyin. buradan da B variantını silək. Bəli. Nə deyir? Tez deyin. Pulza baxdınız. Mən deyir ikisini alana biri hədiyyə. Bəli, ikisini alana biri hədiyyə.